Yaradanı yaxşı düşünün. Kimdir bizi yaradan qüvvə? Elə bir qüvvədən danışıram ki, hər insan istədiyi cür onu yozur. İstədiyi cür. Onun haqqında yozumlar, onun haqqında izahlar verir. Bu vahid bir qüvvə milyonlarla insanın beynində milyonlarla yozumlara bölünür. Və beləliklə insanlar vahid bir qüvvənin ətrafında istənilən göstəricidə toplaşa bilmirlər. Nədir bu? Necə bir qüvvədir bu? O necə yaradıcıdır ki, içimizdə biraz da yırtıcılıqdan da bir şey qoyub. Bunu niyə qoyub? O necə yaradıcıdır ki, ləzzət verdiyi qədər acıdan da biraz qatıb bizim canımıza. Ağrı və acı da var bizim üçün. O necə yaradan bir qüvvədir ki, yaxın olduğu qədər də bir o qədər də uzaqdır. Uzaq olduğu qədər də bir o qədər yaxındır. Bu necə yaradan bir qüvvədir? Bax, bütün bu sualların cavabı müdafiə olunsun deyə biz bu əzadarlığın sahibinin şəxsiyyətini, məsumiyyətini, əxlaqi dərəcələrini bax, əzalla müdafiə edirik. Əzadarlıqla müdafiə edirik. Çünki hadisə, həmişə demişik bunu, baş vermiş hadisə xoşa gələn bir hadisə deyil. Ölümdür, işgəncədir, qətildir, zülümdür, həbsdir və buna bənzər insanlığa yaraşmayan bir şeylərdir. Bunu əzadarlıqla onun üçün qeyd edirik ki, İmam Hüseynin adı gələn məclisin zinəti əzadarlıqdır. Bəli, bu nöqtəyə diqqət edeyim. Bunu haşiyə olaraq deyirəm dostlar. Bəzi əzadarlıq forması var ki, heç İmam Hüseynə yaraşmır. Heç kim məndən inciməsin. Heç bir Mərsiyə xanına məndən inciməsin. Heç bir Sinavran məndən inciməsin. Mənim kimlənsə heç bir şəxsi qərəzliyim yoxdur. Mən İmam Hüseyn əleyhissalamın şəxsiyyətini mütailə eləyəndə bəzi məclislərdə keçirilən əza metodikasını onun şəxsiyyətinə yaraşdırmıram. Uyğun deyil o. Onun ülvi şəxsiyyətini bu cür müdafiə eləməzlər. Hətta bu başqa ölkələrdə də var. Deyirəm də, indi mən ölkə adı çəkmək istəmirəm. Bu biraz ünvanlı olur, yaxşı olmur minbərdən belə şeylər. Amma baxırsınız indi sosial şəbəkələrdə görürsünüz ki, başqa bir ölkədə insanlar çox başqa cür sinə vururlar və s. və ilaxır. Amma düşünməyin ki, onun tərzi, üslubu elə o anda yaxşıdır və Allahın razılığı oradadır. Xeyr. Əsas əzadarlığın əzalığını qorumaqdır. Amma tərzi, forması, bəzi mərsiyə janrları, mərsiyə, ümumiyyətlə heç qəm yoxdur onun tərkibində. Deyirəm də, inciməyin. Mən sadəcə həqiqət bildiyim hədis və Quran və hədisdən əldə olunan mənəvi mənalarda gördüyüm həqiqəti sizinlə bölüşürəm. Bəzi mərsiyə deyilən, mərsiyə adıyla bizə dinləndirilən nələr ki var, onlar heç mərsiyə sinifinə daxil deyil. Musiqidir onlar, ritmdir onlar, tərkibində əzadarlıq yoxdur onların, qəm yoxdur, qüssə yoxdur. Onlar sadəcə, nə bilim, müəyyən bir kütləni ələ almaq üçün ortalığa çıxarılan bir müasir bir üslubdur. Üslubun özünün də təsir qüvvəsi var. Onun üçün haşiyəyə çıxaraq bu qeydi vurdum. Dövrümüzdə bəzi əzadarlıqlar, bəzi məclislər, bəzi insanların davranışları heç də İmam Hüseyn əleyhissalamın şəxsiyyətinə və məsumiyyətinə yaraşmayan bir tərzdir. Allah dövrün belə ağla gəlməyən xətalarından dinimizi, imanımızı qorusun inşallah. Birinci bunu düşünmək lazımdır. Baxın, ilahi mərifət, yəni yaradan qüvvənin insan beynində onun bəyan metodikası, yəni izahı və bəyanı necə olmalıdır? Yəni bilirik ki var, tamam. Bir dənə bunu bilirik, başqa nə bilirik ki? Deyirlər, insan fitrətən Allahı tanıyır. Nə bilir? Bir dənə bilir ki var. Tamam, bir qüvvə var. Amma o qüvvə kimdir? Nə istəyir? Necə yaradıb? Yaratdıqda məqsədi və hədəfi varmı?
varsa nələrdən ibarətdir? Bunu bilmək imkansızdır. Bunu insanın özünün tapmağı imkansızdır. İnsan nə axtarırsa öz beynini oxuyur. Bu yaradan demək deyil dostlar. Burada bəyan, tərif və höccət lazımlığı fəsli ortalığa gəlir ki, danışacağım onu. Bugün vaxtımız qədər, sabah da ardını inşallah. İnsan ki bildi yaradan bu qədər olduğu, aydınlığı, yəni varlığının olduğu, məlum olduğu qədər istəkləri də məchuldur. Kim bizə o yaradanın adından xəbər vermək cəsarətinə malikdir? Kimin belə hünəri var? Kimin belə cəsarəti çatır ki, desin ki, mənim deyəcəyim söz bütün aləmi xəlq edənin sözüdür. Bu statusa kim malikdir? Gəlin biraz o yaradandan danışaq. Gəlin yaradanın torpağa verdiyi sənətkarlıqdan biraz danışaq. Torpağın bir tərəfinə bir toxumu əkirsən, oradan böyük bəhrəli ağac bitir. O toxumu götürüb başqa bir torpağa, bir neçə kilometr o yana torpağa əkirsən bitmir. Niyə? O da torpaqdır. Çünki tərkib hissələrini fərqli yaradır. Gəlin o yaradanın biraz da təbiətə verdiyi ecazkarlıqdan danışaq. Bir günləri qurumuş bir taxtaya çevrilən təbiət zaman keçir, bir enerji dövriyyəsindən keçir, sonra yenidən bəhrələr verir bizim üçün. Dadlı-dadlı meyvələr verir bizim üçün. Gəlin o yaradanın biraz ulduzlarından danışaq. Elə bir ulduz galaktika var ki başımızın üstündə. Deyirlər dünya boyda ulduzların məsələn 100.000 ədədi onun içinə yerləşər. Bunu mütəxəssislər deyir. Baxın, biz bu yaradandan danışacağıq. Bu cür əzəmətli bir qüdrət sahibindən. Bunu onun üçün deyirəm ki, Seyyid-i Şühədanın məclisini qeyd eləmək, onun şəxsiyyətinin əhəmiyyətinə görədir, bilin. Bu məclisin qiyməti o Mövlanın şəxsiyyətinin qiymətinə görədir. Yəni, insanlar kimi öldürdü? Bir bədən ölmədi. O bədənin içində kainatın sirrinin elmi öldü, getdi. Biz də bunu müdafiə edirik də. İnsan təkamülünün müdafiəsidir bu əzadarlıq. Danış, insanın bədənindən danış mənə. İnsanın ruhundan danış mənə. Buyur, get böyük professorların, həkimlərin yanına bir sənə ilahinin hikmətini danışsın ki, ağlın donsun, ağlın. Göz həkiminə gedirsən, deyir, gözün özü bir aləmdir. Ürək həkiminə gedirsən, deyir, özü bir aləmdir. Böyrək həkiminə gedirsən, deyir, özü bir aləmdir. Nə bilim, dəri həkiminə gedirsən, bunu deyir. Bədənin hər orqanı özü bir aləmdir. Bu aləmlər necə bir-biri ilə işləyir? Bir həkim vardı, deyirdi ki, insanın bədənində çıxardıb onu, nə bilim, çıxartmaq mümkündür, onu kompüterlaşdırmaq mümkün deyil. Neçə min ədəd zavod işləyir bir-biri ilə. Bu nizamı bir murdar su dediyimiz qarışıq sudan əmələ gətirən qüvvə kimdir dostlar? Kim ola bilər o? O necə bir qüdrət sahibi ola bilər? Ruhdan danış, bədəndən danış, keçmişdən danış, indikindən danış, gələcəyindən danış. Danış ki, danış bu Allah'dan. Aha, bu qədər heç nə bilmədiyimiz halda biz hansı cəsarətlə şəxsi fikirlərimizi onun adından danışa bilirik? Bu gün böyük problem buradadır. İnsan bunu anlamır. Allah'tan danışan zahirdə çoxdur, amma həqiqətdə sıfır göstəricidir. Çünki hamı Allah adına öz beynini oxuyur. Sən də elə bilirsən Allah belə istəyir. Burada belə olmaz.
Əgər hamının düşüncəsi Allahın adına olacaqsa, onda sənin heç kimə, heç bir peyğəmbərə, heç bir göndərilmişə, heç bir səmavi kitaba nə ehtiyacın var? Ağlından yaşa. Bəzi insanlar belə inanıb da, öz ağlım, öz şəriətimdir, öz ağlım, öz dinimdir, ağlım mənə kifayət edər, heç bir dinə ehtiyac yoxdur. Belə inanan yazıq və naqis təfəkkür mənsubları da var. Və doğrudan da İraq bizdən cəhənnəmə gedənlərin bir çoxu elə öz ağılları ilə addımlayanlar olacaq. Çünki o öz ağlına güvənir, ağlı onu aldadır, xəbəri yoxdur. Ağlın fəsadları var ha. Bir var belə fəsad, zinasıdır, içkisidir, yalanıdır, odur, budur. Bir də var görünməyən fəsad. Ağıl var sənə həmişə özünü düz göstərir. Mən ağılın əleyhinə olan insan deyiləm. Amma ağılın özünün tərifi var. Özü qərar verən qüvvənin adı ağıl deyil, o hilədir. Hilə. Ağıl o qüvvənin adıdır ki, yaradanın qərarına tabe olur. Eyni şeyi eləyirik. Sadəcə birində özü qərar verir, digərində verilən qərara tabe olur. Fərq buradadır. Allah ki deyəndə ağıl sahibləri, yəni dediyim sözlərə tabe olan sinifinə daxil olanlar, özü qərar verənlər ağıl deyil, onlar mahir hiləgərdilər, özlərinə birinci. Bu çox incə bir məsələ. Yaxşı, bu qədər Allah olduğunu bildiyimiz halda, bu qədər də onun istəklərinə məchul bir vəziyyətdəyik. Bizə nə lazımdır? Bizə bir bağlantı lazımdır. Çünki belə yaşamaq imkansızdır. Belə yaşayaraq hidayət tapmaq imkansızdır. Ağlım onun adından qərar verə bilmir. Onun da sadəcə varlığını bilirəm. Mən nə düşünsəm, özüm düşündüyüm olacaq, onun istəyi sayılmır. Yaxşı, bəs mən necə hidayət tapım? Necə edim ki, sonra etdiklərim əzab olmasın mənə? Necə edim ki, o məni var edən qüvvə mənə əzab əziyyət verməsin? Bütün bu sualların cavabına biz bu şəxsiyyətdə tapırıq ki, bugün bu məclislər o şəxsiyyətin şəhadəti ilə bağlıdır. Başa düşürsən indi İmam Hüseyin əleyhissalam kimdir sənin üçün? Necə bir həyatı rol ifa eləyir? Sadəcə bir məzlum imamdır, adamsız imamdır. Heç nəs, heç kimsiz qaldı. Özü qaldı, əhli əyalı əsir düşdü. Bəli, bunlar düzdür. Amma onun çarəsizliyini qoy qırağa, onun daxilində böyük bir ruhunu görə bilirsənmi ey əziz insan? Bu əzadarlıq əslində o şəxsiyyətin müdafiəsidir. Elə bir dərəcəni müzakirə edirik ki, o dərəcə bizim nəinki dünyamızla, bizim hər şeyimizlə bağlıdır. Hər şeyimizlə. Mən deyirdim də, dəfələrlə demişəm, deyirəm və deyəcəyəm də, məsum imam demək, bir molla, axund, əllamə demək deyil. Məsum imam demək, canında, ruhunda bütün kainatın bilgisini daşıyan məsum bir mexanizm deməkdir. Yaxşı, insan hərəkəti deməkdir, amma məsumluqla bürünüb. Peyğəmbər nə deyir? Deyir, biz əhl-i beyt məsumuq. Allah deyir, onlar məsumdur. Bütün eyiblərdən tərtəmizdir. Onların nə fiziki, nə cismani, nə ruhani, nə psixoloji heç bir eyibləri yoxdur. Çünki Yaradan özü onları o cür tərbiyə eləyib və Yaradanın onları o cür tərbiyə eləməsi də Yaradanın özünə vacibdir. Çünki bizləri, bütün aləmi yaratdığı üçün idarə edici bir məsum beyinə möhtacdır bu bəşər. Öz başına yaşaya bilməz. Ağlın bu qabiliyyəti yoxdur. İlahi mərifətin izahına deyirlər bəyan. Bu misaqdan var. Misaq nə deməkdir?
Yani insanın yarandığı iptida nöqtəsi. İnsan iptidasında beyan var. Allah'ın açıklaması var insan için. Bu olmalıdır. Bu misak, yani sırf ilk insan, ilk yaradılış, ilk o səhnə. Adəmin yaratılması bilirsiniz necə fizika, kimya qanunları rəqs eləyirdi orada. Biz elə bilirik ki, Adəmi yaratdı. Neynədir? Bilirsən nə proseslər getdi, nə elm var onun içində. Məsələn, Adəmin cisminin torpaqdan yaranması 40 gün proseslər çəkir orada. Orada torpağın yumuşaq tərəfindən götürür, bərk tərəfindən götürür, nə bilim günəşin faizi müəyyənləşir, yağışın dərəcəsi, rütubət, o, bu, hamısı orada müəyyənləşir. 40 gün çəkir bütün bu proses. Bəlkə də insanın o 40 gün dədədən, babadan uşağı ki 40 gün çıxartmazdılar adam içinə, insan üzünə, elə o 40 oradan qalır. Bilmirəm, sözüm onda deyil elə. O başqa mövzu. Bilirsən, nə fizika var orada, nə kimya var orada, nə həndəsə var, nə simmetriya var. Bilirsən, nə incəliklər yaradır. Hələ Adəmin cisminə, torpaqdan yaratdığı bədəninə. Yaxşı, bunu qoydum qırağa. Bu özü bir aləmdir, dəryadır. Bunun ardı var. Bu torpağa indi gəl hərəkət elətdir. Necə bu hərəkətə başlayır? Ruh gələndə bu neyniyəcək? Bu bədən, bu torpaq parçalanacaqmı? Bu torpaqdan bədənə çevrilmiş ət, sümük, damar, bunlar necə hərəkətə gələcək? Bunlar necə başlayacaq dövriyə eləməyə? İlk iş ki, hədislər qeyd edir bunu. İlk iş ki, Adəmin ruhu bədəninə gələndə onu eləyir, asqırır. İlk iş budur. Asqırır. Və ilk sözü də budur. Elhamdülillah Rabbil alemin. Bütün alemlerin yaradan Allah'a həmd olsun, şükür olsun. Ondan imam dedi ki, mömin də deyir, behiştə gedəndə ən axırıncı sözü bu olub, sonra gedəcək behiştə, deyəcək ki, Elhamdülillah Rabbil alemin. Alemlerin Rabbine həmd olsun. Bütün alemlerden bir parça var orada, insanda. Adəmi yaradır, bəyan eləməlidir bu. Qurban oldu o. Mənim Allahla savaşım yox deyə Allah əhl-i beytin hədislərindən, sözlərindən bunu biz əldə edirik. Yaradan bəyan eləməlidir, açıqlamalıdır özünü. Çünkü biz bilmirik onun istəyini. Bunu da misak dediğimiz nöqtədə eləyib. Yəni ilk yaradılışın iptida nöqtəsində eləyib. Ardınca tərif gəlir. Buna biz bəyan deyirik. Bu da bir vacibdir. Bəyana çatmaq üçün də vasitə olaraq tərif lazımdır. Tərif də dediyimiz peyğəmbərlik, yəni insan cinsindən seçilən ilahinin özünün bilgisiyle, özünün qərarıyla, özünün istədiyilə seçdiyi İsa'sı, Musa'sı, Yaqubu, İbrahimi və ən üstünü İslam Peyğəmbəri sallallahu aleyhi və alihi və əla cəmi'il ənbiya əsselam. Bütün peyğəmbərlərə Allahın salamı olsun. Ən başda da bizim əziz peyğəmbərimizə və onun pak və mütəhhər əhl-i beytinə. Bax, o vasitə, o bəyanın tərifində dayanır. Tərif adlanır. Və bu da insanlığın yaşam əhkamını özündə ehtiva eləyir. İnsanlığın yaşam əhkamını. Nə deməkdir bu? İnsanlığın yaşam əhkamı nə deməkdir? Hər şey. Bədəndən ruha qədər, tibdən mənəviyyata qədər, nə varsa, hər şeyi məhz o tərif məqamını götürən seçilmiş daşıyır. Və onun ölümündən sonra da insanların davamlı yaşaması başqa vəsinin və höccətin zərurətini yaradır. Və İmam Hüseyin əleyhissalam o 3-cü mərhələdə dayanan rütbəni daşıyır. Yəni bilirsizlər nə demək oldu bu? Yəni İmam Hüseyin əleyhissalam
birbaşa ilahinin insanlara süzüb sirayət etdiyi bütün həyat əhkamının ustadıdır. Onun əzasını saxlamaq, başa düşərsə insan, hamının insanlıq borcudur. Dedim də, bəzi insanların davranışına görə insanlar indi əvvəlki kimi deyil. Azala gedir. Azala gedir. Çünki bəzi əzadarlıq ona yaraşmır. Belə olmamalıydı. Açığım danışaqda, dostlar, mən burada varam, yoxam, sabah olacağam, olmayacağam, bilmirəm mən bunları. Həyatdır. Hər şey ola bilər. Biri gördün, olmadıq. İlahi qismət. Amma burada oturmuşuqsa, İmam Hüseyin məclisində əyləşmişiksə, o Mövlanın şəxsiyyətinin əhəmiyyətli tərəfini müzakirə eləməliyik. O da məhz burasıdır. Seyyid-i Şühəda, Yaradanın içimizdə təyin etdiyi insanlar üçün həyat əhkamının ustadıdır. Və onun ölümü insanlığın hər şeyinin ölümüdür. Necə ki biz bunu canlıda görürük. İstər əsaslı hökmlər olsun, istər də parçalanan hökmlər. Əsaslı hökmlər insanın ruhuna hopan və heç vaxt dəyişməyən bir şeylərdir. Məsələn, yalan danışmaq, oğurluq eləmək. Bunu zaman keçsə də həmişə pisdir bu. Dəyişməz. İnsanın inancları, etiqadları kök salır. Əsaslı hökmlər var. Bir də var parçalanan hökmlər. Yəni zaman, məkan şəraitinə görə vəziyyət dəyişən hökmlər. Bütün bunların hamısı vəqf olunmuş bir statusdadır. Mən bunu izah edeyim sizə. Toqifiyyə. Ərəbcə belə deyərlər. Yəni onlar ilahidən müəyyənləşir, nazil olur insan camiyyəsinə, insan sadəcə onu tətbiq edir. Biz özümüz təyin eləmirik. Misal, azanda təkbir var, azanda şəhadət var, azanda fərəc kəlmələri var. Bunu kim təyin edir? Mən eləməmişəm. Sən eləmirsən? Yox. Bunu Allah təyin edib, Peyğəmbər çatdırıb. Yəni bunu təyin eləyən Peyğəmbər deyil, Allahdır. Bütün bu qaydaya deyərlər vəqf olunmuş, heç vaxt dəyişilməyən hökmlər. Baxın, insanın əsas hökmləri də, insanın parçalanan hökmləri də ilahidən gəlir. İnsan onu təyin eləmir.